Milli Hidrometeorologiya Xidməti küləyin daha da güclənəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Oktyabrın 2-sinə qədər Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeronda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa uyğun olaraq saniyədə 28 metrə çatdığı bildirilir. Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 28 metrə qədər güclənəcək. Eləcə də sarı xəbərdarlığa uyğun olaraq Azərbaycanın bir çox rayonlarında şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20-25 metrə qədər güclənəcək. Nazirlik küləkli havada əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.